28 avqust tarixindən etibarən ali təhsil müəssisələrindən bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlər təhsil tələbə kreditlərinə müraciət edə bilərlər. Onlar təhsil qeydiyyat proseslərini həyata keçirdikləri zaman paralel olaraq fondun e-ttkaif.edu.az elektron portalına müraciət edib kreditdən yararlanmaq şansı əldə edə bilərlər. Kreditlər ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani və ödənişli əsaslarla normativ təhsil müddətində təhsil alan Azərbaycan Respublikasının vətəndaşlarına təqdim olunub. Kreditləri əldə etmək üçün ilk öncə razılıq ərizəsi alınmalıdır. Bunun üçün istənilən notarial ofis, asan xidmət mərkəzi, mobil notariat və MyGov tətbiqi üzərindən razılıq ərizəsini əldə edib kreditə müraciət etmək mümkündür. Kreditlər illik 2% dərəcəsi ilə sosial növ və illik 6% dərəcəsi olmaqla standart növ təhsil tələbə kreditləri tələbələrə təqdim olunur. Sosial növ təhsil tələbə kreditindən yararlanmaq istəyən tələbənin özünün və valideynin sosial statusu olmalıdır. Tələbəyə münasibətdə tələbə əgər ünvanlı dövlət sosial yardımı alan ailənin üzvüdürsə, tələbənin 3-cü qrup əlilliyi varsa, ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alırsa, sosial statusdan yararlana bilir. Valideynin münasibətdə isə valideynlərin birinin və ya hər ikisinin 1-ci və ya 2-ci qrup əlilliyi varsa, yaşa görə sosial müavinət və ya pensiya alırsa, ailə başçısını itirməyə görə pensiya alırsa, valideynlərdən biri 1-ci qrup əlilli, digər valideyn ona qulluq etdiyinə görə Azərbaycan Respublikasının prezidentini təqaüdünü alan şəxsdirsə, bu statuslar kifayət edir ki, tələbə sosial növ təhsil tələbə kreditindən yararlana bilsin. Standart növ təhsil tələbə kreditində isə 2-ci və daha yuxarı kurslarda oxuyan tələbələrin ümumi orta müvəffəqiyyət göstəriciləri 71 bal və üzəri olmalı, akademik borc formalaşmamalıdır. Yeni tədris ilinin 1-ci semestrindən etibarən standart növ təhsil tələbə kreditinə müraciət edən tələbələrin ümumi orta müvəffəqiyyət göstəriciləri əvəzinə Dövlət İmtahan Mərkəzinin qəbul müsabiqəsində əldə olunan qəbul ballarına baxılır. Bu minimal bal hədləri bakalavriat səviyyəsində 250 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslarda 100 baldır, subbakalavrlarda 110 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslarda 40 bal, ali təhsil müəssisələrinə SAT nəticələri ilə qəbul olan tələbələrdə isə bu minimal bal xətti 1200 baldır. Peşə təhsili müəssisəsinin texniki və yüksək texniki peşə təhsili səviyyələrində oxuyacaq olan tələbələrin müvafiq fənlər üzrə yeşun ədədi qiyməti əgər 3-dürsə, tələbə standart növ təhsil tələbə kreditindən yararlana bilər. Əsas məqamlardan da biri budur ki, tələbə standart növ təhsil tələbə kreditindən yararlanarkən illik təhsil haqqının 20%-i tələbə tərəfindən ödənilməlidir.